Bura Rusiyanın Talindəki səfirliyidir. Pasolluğa səfirlikdir görürsünüz. Burada etiraz edərək deməli hər kəs buradan keçənlər Rusiyanın dünyada elədiyi cinayətlərə etiraz edərək bax görürsünüz səfirlik boyu belə bir şey yerləşdirdilər və burada polislər də baxarlar görsünlər ki, polislər bura həmlə olmasın. Dünyanın nifrət bəslədiyi yerdir bu Rusiya və görürsünüz siyasi məhbusların və sairələrin şəkilləri var. Ondan sonra o bir çox adamların deməli şəkilləri var ki, bunlar siyasi məhbuslar, Rusiya siyasi məhbuslar, hətta orada Rusiya biz Politrekov yazılır. Və belə uşaqların öldürülməsi, sonra müharibəyə etiraz olaraq belə məsələn şeylər görürsünüz buradan yerləşdiriblər. Yəni hər kəs etirazını bildirir. Deməli yəni Eston xalqı da etirazını bu cür bildirir. Bu cür bildirirlər ki, yəni etiraz bu formada. Bax, nə qədər desəz davam edir. Rusiya nifrət. Putin является тем человеком, который və deyir ki, Putin dünyanın deməli gələcəyini, Rusiyanın gələcəyini oğurlayan bir şəxs. Bax görürsünüz, bax bu cür şeylər doludur. Bax Rusiya səfirliyinin, Estoniyadakı Rus səfirliyinin yanında bax nə qədər desəz davam edir. Rusiya səfirliyinin binası boyu davam edir. Bax belə bir mənzərədir, belə bir nifrətdir. Və məncə hər kəslər Putinin siyasətindən, Rusiyanın siyasətindən nifrətini müxtəlif formalarda bildirməlidir. Nəinki Azərbaycanda, məsələn, hər kəs Rusiya, bəzi insanlar siyasətçilərimiz hörmətlə yanaşırlar. Bəli, budur, bax onların bu baş daşı kimi qoyublar, yəni üstünə də yazır ki, mən daha həyatda yoxam. Baş daşı formasında belə şeylər. Bu qədər etiraz, bu qədər nifrət. Bəli. İndi bunları özünüz yavaş-yavaş istəsəz araşdırasınız. Rusiyanın Ukrayna həmləsini pisləyirlər və s. Bax görürsünüz, nə qədər nifrətlər. Dünyada bəlkə də heç bir yerin səfirliyin qabağında bu qədər nifrətlə plakatlar və yaxud da ki, nələrsə qoyulur.